Deyirəm ki, mən uşaqlıqda damlardan qırov edib salqa-salqa oynayan adam olmuşam. İndiki uşaqlar yaman bəxtəvərdirlər də. Özdə ki, bütün bu qədər attraksiyonlardan girişdə cəmsi 20 manat verməklə istədikləri qədər istifadə edə bilərlər. Mənim uşaqlıqda ad günüm olanda maksimum qohumlar yığışıb evdə yeyib içirdilər. Amma indikilər məhəllədə, bağçada padruqalar var. Yığışırlar bunlar xüsusi otaqda, yerlərdə ad günü qeyd edirlər. Amma ki, zarafat bir qırağa qalsın, Mokaland həm uşaqlar, həm də valideynlər üçün ideal yerdir. Bax, belə xüsusi izləmə kameraları var ki, oturduğunuz yerdən uşaqlarınızı izləyə bilərsiniz. Yemək məsələsi də ki, illərin pizza ininə həvalə edilib ki, yeməkləri həm uşaqlar, həm də ki, böyüklər çox bəyəndilər. Bax, pizzası ləzzətli idi, quesadillas, əlavə belə toyuqlu rol götürmüşdüm ki, hər ikisinin içi dolu idi və çox bombaydı dadları. Qısacası uşaqların ən sevimli əmisi olma yolunda uğurlu addımlayıram. Mokaland Xətayidə bu evimiz mağazasının içərisində yerləşir. Elə içəri girən kimi o işarələrlə gedib rahat tapa bilərsiniz.